Bəs bir dənə, bəs bu yerdə mən bilən üçüncüdə bir şey var, bu rahatlıq, ergonomika. Bunu kim eləyir? Yoxsa bunu nəsə kimsə fikirləşir, onun üzərindən gedirlər, o ideyanın üzərindən gedirlər? Ergonometriya evin planlamasından başlayır, evin təhvil prosesinə qədər həyata keçirilməlidir. Bu mebeldə də Hamısında. İç bölgüləndirmənin özü. Orada müştərinin rahatlığını fikirləşəndə zaten yaranır o ergonometriya. Ergonometriya bir standartdır. Bir standart. Amma o standartlarla oynama, artıq o standartın üzərində dəyişiklik eləmək artıq o individuallıqdır və müştəriyə xasdır. Onu da ancaq yaxşı mütəxəssis edə bilər. Mütləq şəkildə, bəli. Burada belə deyim də, o ergonomikanı bu individuallığa gətiririk də, konkret individuallığa gətiririk ki, o insan üçün rahat olsun yaşadığı evdə. Bəli. Bu belə deyim də sizə, standart bir şey var, standartlar var, hansı ki o standartların üzərindən mebel verilir, düzdür, bölgüləndirməsi həyata keçirilir, amma o standartların üzərində, o mötərəzənin içində bu Fuada məxsusdur, Fuadın mebelidir, o artıq gedir, belə deyək də, standartdan kənar, standartı saxlamaq şərti ilə, amma individuallaşdırma. Müsərrə xanım, bir dənə bir situasiya var. İndi mən də hamı kimi bir sadə insanam da, bir dostumuz var, onların evlərindəydik. Görmüşəm ki, gedib baxıram ki, təzə remont evi var, nə gözəl belə elə. Amma elə mebellər yoxdur. Görürəm içəridə nəsə ölçürlər, eləyirlər. Mən mətbəx mebelini anlayıram, mətbəx mebelidir, nə biləm, indi koridor hissədə müəyyən mebellərdə hansı ki yığılır. Amma mənim yaddaşımda oldu ki, digər mebellər hamısı alınır. Sadəcə o gəlib ki, baxırsan, biraz uzun, biraz qısa alıb qoyursan ora. Mən onda görəndə ki, o otağın bütün mebellərini ölçülərlə götürüb hazır yığdırır. Mən onu soruşdum ki, sən niyə belə eləyirsən? Yəni almaq olmaz, deyir, sən nə danışırsan, deyir. Bu konkret bu otağın və otaqların ölçülərinə hamısı uyğun olmalıdır və mənim dizaynerimin göstərdiyi o parametrlər, o ergonomika məsələsi orada nəzərə alınmalıdır. Dedim, mən əslində təəccübləndim, mən birinci dəfədə belə şey görürdüm də, yəni hadədə görmüşəm, getmə aldın, getdin, qoydun. Əgər dizayn olunursa, dizayn prosesində müştəridən öncədən soruşulur, hazır mebel mi alınacaq, yoxsa xüsusi sifarişlə mi alınacaq? Bəli. Niyə? Çünki hazır mebellərin normal standart bir ölçüləri olur. Həm hündürlük baxımından, həm en baxımından. Sən dolabı deyirəm, 4 qapılı var, 5 qapılı var, 6 qapılı var. 8 olursa onun ölçüsü standart olaraq nədirsə, o ərazi ayrılır. Amma indiki vəziyyətdə çox vaxt gömmə dolablardan, çox vaxt xüsusi qardirob otaqlarından istifadə olunduğu üçün və nəzərə alaq ki, indi əvvəlki kimi o qədər də böyük həcmli evlərdən istifadə etmədiyimiz üçün evin həcmi balacalaşdıqca mebelin həcmi artır. Saxlama hissəsi artır. Belə deyim, hər santimetrin önəmi var. Ay sağ olun. Bax, burada mebelin həcmi artdığı üçün, yəni sən standart mebeli götürüb ora qoya bilməsən. Çünki sən qeyri-standart şeylərdən istifadə edirsən ki, o boşluğu doldura biləsən də. Əlavə, çünki burada texniki otaq olmalıdır. Əlavə, tutaq ki, adi lori dildə desək, bunun şvabrası var, bunun nə bilim vedrəsi var. Hardasa qoyulmalıdır da. Onun üçün xüsusi bir zonalar hazırlanmalıdır. O qapağın, məsələn, biri onun üçün ayrılır, xüsusən də giriş dolablarında və ya çamaşırxanada.